Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Bugünkü videoda məlumat verəcəm ki, 2026-cı ildən günlərin aməti nə qədər arta bilər, günlərin aməti nə qədər azala bilər. Əgər maraqlıdırsa, video sonuna qədər baxın, hər şey sizə aydın olsun. Hörmətli izləyicilər. Amma sizdən xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbər olsun bu barədə. Yəni öz hüquqlarını bilsinlər. Məsələ burasıdır ki, hörmətli izləyicilər, bir məlumatın nəzərdə çatdırmaq istəyirəm. Mən hüquqşünas Zaur Seyidzadə, əlvi şəxs olduğum üçün, eyni zamanda əlvi təşkilatın rəhbəri olduğum üçün dünyanın 40 tanım şəhərləri haqqında kitabı hazırlamışam. Motivasiya kitabıdır. Satılan 20 manata bu kitabı, hörmətli izləyicilər. Zəhmət olmasa videonu bəyənin, qoy daha çox şəxsin bu barədə məlumatı olsun. Almaq istəyənlər müraciət edəsin, qeyd olunur telefon nömrəsindən, hörmətli izləyicilər. Eyni zamanda onu qeyd edin ki, qabaqda 3 dekabr beynəlxalq günü gəlir. Həmin gün münasibətinə istəyən əyri dostlarımın əyişini alın, yəni onlara dəstək olun, satın. Kim mənim videoma baxıb fayda götürürsə, imkan daxilində iyanə etsin, kimin gücü nəyə çatırsa. Amma birinci növbədə videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun, dəstək etsin. Hörmətli izləyicilər. Bəyənin keçən mövzuya. Deməli, sabit amil məbləği 246 manatdan artıq olacaq 260 manat, yanvar ayının 1-nə, 2026-cı ildən. Amma burada bir məsələ var. Kim ərizə veribsə, avtomatik hesaba etdiribsə və istiqrazasiya gedibsə, orada yəni artacaq. Ya kimdəsə belə məhkəmə qərarında, məsəl üçün konkret məbləğ yazıb ki, məsəl üçün 246 manat və yaxud da 200 manat, orada artıq olmayacaq. Ərizə verəsiz məhkəmə istiqrazasiya getsin, hörmətli izləyicilər. Yəni, əmr icraatı qaydasında məhkəmə baxır, qərar qəbul edir ki, artıq bundan sonra minimum əmək haqqının məsəl üçün 60% qədər ödəniş olsun və yaxud da 65% qədər, 70% qədər hesab ödəyir. Onda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimuma uyğun olaraq, hörmətli izləyicilər. Eyni zamanda onu qeyd edin ki, əgər kimdəsə sabit amil məbləğidir, gəlirə görə hesablanır. Məsəl üçün, bir uşağa görə gəlirin 4də 1 hissəsi 25%, 2 uşağa 33%, belə deyək, 2 uşaqdan yuxarı olduğu halda 50% gəlirin. Yəni, bu əmək haqqı da ola bilər, biznesdən əldən etdiniz gəlir də ola bilər. Burada yəni artmayacaq, hörmətli izləyicilər. Eyni zamanda onu qeyd edin ki, azalma ola bilər hansı halda. Bilirsiniz ki, yanvar ayının 1-dən vergiyə şamil olunur, əmək haqqından vergiyə tutulacaq. Əmək haqqından vergiyə tutulduğuna görə, əmək haqqından amil hesab olunduğu zaman azala bilər, hörmətli izləyicilər. Nəzərə alın, bir məsələ də budur, mütləq qaydada. Qeyd edin ki, hüquqi məsləhət almaq üçün şortla birlikdə mənim 1700-dən artıq videolarım var, baxıb tanış ola bilirsiniz. İstər amil olsun, istər sosial yardım olsun, istər pensiya olsun, hörmətli izləyicilər, istər digər məsələ olsun, qeyd olunur. Əgər yox, fərdi qaydadan məsləhət istərsiniz, qeyd olunan telefon nömrəsindən əlaqə saxlaya bilərsiniz. Amma xahiş edirəm, subarvarızı səsindən WhatsApp-a göndərin. Bir də görürsünüz, başqa yerdə olan aça bilmən telefonu, ona görə. Eyni zamanda onu qeyd edin ki, bu YouTube kanalına, Mediat hüquqşünas Zaur Seyidzadə YouTube kanalına abunə olan şəxslər üçün telefonla və əyani hüquq məsləhətinin verilməsi 10 manatdır. Bundan əlavə ərizələri yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Buyurun, müraciət edə bilərsiniz. Sonunda bir daha xahiş edirəm ki, sizdən bayaq qeyd edin kimi, mən əlvi olan şəxsin əlvi arabasındayam. Dünyanın 40 tanınmış əlvləri haqqında kitab hazırlamışam. Motivasiya kitabıdır. Burada Mövsüm Ağada var, Uzbekdə var, başqaları da var. Maraqlı bir kitabdır, arabiyasız 20 manata. Eyni zamanda dediyim kimi, kim kanala dəstək olmaq istəyirsə, birinci növbədə videonu bəyənsin və YouTube kanalına abunə olsun, hörmətli izləyicilər. Sizin abunə olmağınız mənə vacibdir, ona görə ki, qaydalara görə YouTube kanalına abunə daha çox olsa, YouTube mənə ödəniş eləməlidir. Hər hazırda 16 doğru göstərir. Yəni 100 doğru olsun ki, mən onu çıxarda bilim, hörmətli izləyicilər. Gəlin aktiv olaraq dəstək ola birimizə, bu videonu bəyənin, paylaşın, YouTube kanalına abunə olun ki, qoy bu video qabağa geçsin. Siz bir də bəyənməklə 7-8 nəfər bu video gedir çatır, hörmətli izləyicilər. Bunu edək.
Bir də ki, bir var gedim məsləhət alırsınız və ki, 50 manat ödəyəsiniz, 40 manat ödəyəsiniz məsələn. Burada artıq məlumatı əldə edirsinizsə, kimin gücünə çatırsa 5 manat, 10 manat, 3 manat, 4 manat fərqi yoxdur. Öyrəniş edin, hörmətli izləyicilər. Dəstək olar bir-birimizə. Dəstəyə görə əvvəlcədən hamımıza təşəkkürümü bildirin, hörmətli izləyicilər. Biraz aktiv olaq, imkan daxilində. Hamı deyir ki, əllərə dəstək olmaq istəyir. Amma başa düşürəm, elə insanlar var ki, imkanı yoxdur. İmkanınız yoxdursa, ən hasad bir yolu budur. Yəni, videonu bəyənin, paylaşın. Ona pul lazımdır, hörmətli izləyicilər. Əsas məsələdən biri də budur ki, siz bunun pulsuz edə bilərsiniz, hörmətli izləyicilər. Və sizin yerinizə YouTube ödəniş edəcək. Siz həmin marifənisiniz, həmin mən pul qazanıram. Eyni zamanda yığdığım puldan, yəni əli dostlarım, əl üçün olaraq satıram və onlara dəstək oluram. Hörmətli izləyicilər. Gəlin bir yerdə bu aksiyanı edək, imkan daxilində. Və bir daha hamınıza təşəkkür edirəm məni izlədiyimə görə. Kim izləyirsə hamına təşəkkür edirəm. Və bəyənən şəxslərə təşəkkür edirəm ki, mən bəyənim və abunə olan şəxslərə təşəkkür edirəm. Hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Sağ olun.